çay, çay, çay. Min bir dərdin dərmanı, çay, çay, çay. Armudu istəkanda. Demək olar ki, hər gün çay içirik, səhər oyananda, yorulanda, söhbət eləyəndə. Amma çox vaxt düşünmürük ki, bir fincan çay sadəcə içki deyil, orqanizm üçün faydalı maddələrlə zəngin təbii mənbədir. Dünyada sudan sonra ən çox içilən içki olan çayın qara, yaşıl, ağ və bir çox fərqli növləri vardır. Çayı dəyərli eləyən əsas xüsusiyyət onun antioksidantlarla zəngin olmasıdır. Qara və yaşıl çay ürək-damar sağlamlığını dəstəkləyir. Təbii birləşmələr xolesterinin tənzimləməsinə və qan dövranının yaxşılaşmasına kömək eləyir. Nəticədə ürək xəstəlikləri və ikinci tip diabet riski ilə əlaqə zəifləyir. Çay eyni zamanda metabolizmi aktivləşdirir və maddələr mübadiləsini sürətləndirir. Sağlam həyat tərzi ilə birlikdə bu təsir çəkinin idarə olunmasına dəstək olur. Tərkibindəki kofein sayəsində çay diqqəti artırır, yorğunluğu azaldır, zehni fəaliyyəti canlandırır. Yaddaş və konsentrasiyaya müsbət təsir göstərir. Çaydakı kofein və tanin turşusu qida ilə qəbul edilən dəmirin soğurulmasını azalda bilər. Buna görə də çayı yeməkdən dərhal sonra deyil, 1-2 saat əvvəl və ya sonra içmək daha məqsədə uyğundur. Xüsusilə də qan azlığı olan şəxslər üçün bu önəmlidir. Çayın faydasını qorumaq üçün saxlama şəraitinə də diqqət edilməlidir. Çay ağzı kip bağlanan qabda, sərin, quru və qaranlıq yerdə saxlanmalıdır. Əks halda ətri və keyfiyyəti zəifləyir. Bir sözlə, çay yalnız dad və ənənə deyil, düzgün istifadə edildikdə immuniteti, ürəyi, beynin fəaliyyətini və ümumi sağlamlığı dəstəkləyən dəyərli təbii içkidir. Çay, çay, çay. Qoy çay içsin məxməri, çay, çay, çay.